Sizin beyninizə heç kim monopoliya qoya bilməz, heç kim rüsum tətbiq edə bilməz sizin beyninizə, heç kim qadağan qoya bilməz ki, sizin beyninizə Azərbaycanın idxalı dayandırılsın ya da kimsə. Hələlik. Yox, mümkün deyil də. Yəni beyin ən yeganə risksiz investisiyadır da. Və sual orada olur ki, siz potensialınızı necə aşkar edirsiniz? Və başlayırlar qurban moduna girməyə adətən ki, mən belə yorğun gəlirəm, hələ oturum nəyisə üzərində işləyim. Deyirəm, əgər sən qurban modunda düşünməyə davam edəcəksənsə, hələ elə də qalacaqsan. Sən həmişə ömrünün axırına kimi kimisə günahlandıracaqsan. İşim çoxdur, yorulmuşam, mən nə bilim monopoliya var, o var. Milyon dənə bəhanə gətirmək olar, amma sonda sual odur ki, onları qırağa qoy, sən özün nə etmisən? Sən hansı yeni bilik əldə etmirsən? Azərbaycana o perspektivdən şükür demək lazımdır. Biz Şimali Koreya deyilik də. Bütün internetimiz açıqdır. İstənilən ölkəyə gedib uça bilərsiniz. İstənilən ölkədən biliklər əldə edə bilərsiniz. Azadlıqlar var.